Salam, hər vaxtınız xeyir olsun əziz abituriyentlər. Necəsiz? Ümid edirəm ki, hər biriniz yaxşısınız və bu izahdan sonra daha da yaxşı olacaqsınız. Bu gün mən sizlərə bir çoxunuzun çətinlik çəkdiyi fonetika bölməsində bir başlığın izahını sizə təqdim edəcəm. Həmin izahımız qoşa saitli sözlərin tələffüzü ilə bağlıdır. Bildiyiniz kimi qoşa saitli sözlər eyni cinsli və müxtəlif cinsli olmaqla iki yerə ayrılır. Bəs bu qruplar necə tələffüz olunur? Birincisi, eyni cinsli qoşa saitli sözlər. Eyni cinsli. Eyni cinsli qoşa saitli sözlər. İkinci, müxtəlif cinsli qoşa saitli sözlər. Müxtəlif cinsli. Deməli, eyni cinsli qoşa saitli sözlərlə bağlı bir qaydamız var. Həmin qayda nədən ibarətdir? Həmin o qoşa saitlərdən biri düşür, digər saitimiz isə uzun tələffüz olunur. Məsələn, camaat, təbii, təəssüf. Fikir versək, eyni cinsli saitlər birləşir. Qeyd etdiyimiz kimi, saitin biri düşür, digəri isə uzun tələffüz olunur. Uzun tələffüz olunmanı da biz qoşa nöqtə ilə göstəririk. Digər sözümüz bu formada. Təəssüf sözü də həmçinin. Ənin biri düşür, digəri isə uzun tələffüz olunur. Bununla bağlı, eyni cinsli qoşa saitli sözlərlə bağlı başqa qaydamız varmı? Yoxdur. Bir qaydamız var, o da saitin biri düşür, digəri uzun tələffüz olunur. Bəs istisnamız varmı? Var. Azərbaycan dilində istisnasız qaydalar sayılıdır. Təkdən bir qayda olar ki, onların istisnası olmasın. Bəs burada istisna sözü nə ola bilər? Məsələn, ad-bad sözü, ad-ba-ad. Bu tipli sözlərdə, yəni ba-a bitişdiricisi ilə yaranan mürəkkəb sözlərdə belə sait birləşmələri olur və həmin sait birləşmələri olduğu kimi tələffüz olunur. Hər hansı bir dəyişmə olmur. Bu da istisnadır. İstisna bizim qaydamıza təsir etmir. Deməli, eyni cinsli qoşa saitli sözlərlə bağlı bir qaydamız var. Bəs müxtəlif cinsli qoşa saitli sözlər necə tələffüz olunur? Müxtəlif cinsli qoşa saitli sözlərin 4 tələffüz qaydası var. 4. Həmin o tələffüz qaydalarını yadımızda saxladığımız halda bizim qoşa saitli sözlərin tələffüzü ilə bağlı hər hansı bir çətinliyimiz olmayacaq. Gəlin baxaq həmin qaydalara. Birinci qaydamız nədən ibarətdir? Baxaq. Birinci qaydamız. Birinci qaydada səs artımı baş verən sait birləşmələri. Səs artımı yazıram bura. Səs artımı. Nə deməkdir bu? Səs artımı hansı sait birləşmələrində baş verir? Ümumiyyətlə, müxtəlif cinsli qoşa samitli sözlərdə deməli, a-i, i-a, ə-i, u-a, a-e, yəni bir çox belə birləşmələr var. Bəs mən bunları necə yadımda saxlayayım? Belə olan halda əzbərləmirik. Bəs necə yadımızda saxlayırıq? Səs artımı hansılarda baş verir? Bir qayda olaraq yadınızda saxlayın ki, hansı birləşmənin tərkibində i varsa, həmin birləşmənin daxilinə, yəni iki saitin arasına y samiti artır. Hansılara dedim? Hansı ki, sait birləşmələrindən biri i saitidirsə, həmin birləşmənin arasına y samiti əlavə olunacaq. Məsələn, ailə, fikir veririk, burada sait birləşməsi var və saitin biri i-dir. Bu necə tələffüz olunacaq? Ailə. Və yaxud da deyirəm, radio. Radio. Nə var burada? I-o birləşməsi var. Saitin biri i-dir. Necə tələffüz olunacaq? Radio. Bu şəkildə. Deməli, həmin o sait birləşmələrindəki saitin biri i-dirsə, burada səs artımı baş verəcək. Fikir verin, oldu mu səs artımı? Oldu. Deməli, birinci qaydamız nədən ibarətdir? Səs artımı olan qayda. Keçirik növbətiyə. İkinci qaydamız nədir? İkinci qaydamız isə səs düşümü. Səs düşümü. Bəs səs düşümü hansı məqamda baş verir? Səs düşümü olanlar mürəkkəb sözlərə aiddir. Yəni, sait birləşməsi olan mürəkkəb sözlər. Deyirəm, əmi, oğlu. Xala, oğlu.
Dayı oğlu. Dayı oğlu. Daha sonra əli açıq. Əli açıq. Fikir verin bu qaydalara, bu sözlərə. İ-O birləşməsi var, A-O birləşməsi var, I-O birləşməsi var, İ-A birləşməsi var. Bu sözlər necə tələffüz olunur? Belə mürəkkəb sözlərdə saitin biri düşür, digəri isə olduğu kimi qalır. Deməli, əmoğlu, xaloğlu, dayoğlu, dayoğlu. Uzanma varmı belə sözlərdə? Yoxdur. Sadəcə olaraq saitin biri düşür. Həmin o qoşa saitlərdən biri tələffüzdə düşür. Əli açıq olur, əl açıq. Əl açıq. Aydındırmı? Deməli, nə dedik? Birinci qaydamız səs artımı oldu. Hansı ki, i saiti olan birləşmələrdə y samiti əlavə olunurdu. İkinci qaydamız səs düşümüdür. Həmin bu mürəkkəb sözlərdə sait birləşməsi varsa, saitlərdən biri düşür, digəri isə olduğu kimi tələffüz olunur. Bəs üçüncü qaydamız nədən ibarətdir? Yəni, üçüncü qaydamıza da baxaq. Üçüncü qaydamız. Burada üçüncü qaydada deyilişlə yazılış fərqlənmir. Sadəcə olaraq bəzi sözlər var ki, onlarda sadəcə sait uzanması baş verir. Həmin o qoşa saitlərdən biri uzun tələffüz olunur. Bəs həmin sözlərimiz hansılardır? Bunları necə yadımızda saxlayaq? Həmin sözləri sadəcə olaraq əzbər yadınızda saxlamalısınız. Çünki sayılı sözdür. 5 dənə söz deyəcəm. Bəraət, bəraət, şücaət, qiraət, qənaət, bir də riayət. 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 Deməli, bəraət sözündə həmin burada fikir versiniz, müxtəlif cinsli qoşa saitli sözlər var və bu sözlər, saitlər necə tələffüz olunacaq? Biri uzun tələffüz olunur. Bəraət. Şücaət. Qiraət. Qənaət də həmçinin. Qənaət. Bir də riayət. Riayət. Fikir verirsiniz, riayət sözündə i-a birləşməsi var. Mən nə demişdim? Demişdim, i olanlara y artır. Amma riayət sözü istisna sözdür ki, burada i birləşməsinin olmasına baxmayaraq, hər hansı bir, deməli, səs artımı baş verməyib. Üçüncü qaydamız da bundan ibarət. Bunlarda dəyişmə yoxdur. Sadəcə olaraq səs uzanması var. Səs uzanma. Bəs dördüncü qaydamız nədən ibarətdir? Gəlin, dördüncü qaydanı da yazaq. Dördüncü qayda ən rahat qaydadır. Dördüncü qaydamız heç bir dəyişmə olmur. Dördüncü qaydada. Hər hansı bir dəyişiklik olmur. Dördüncü qayda. Dəyişmir. Bunu da belə adlandıraq. Dəyişmir. Bəs bunu necə yadında saxlayayım? Hansı sözlər dəyişmir? Dəyişməyən sözləri yadınızda saxlaya bilməzsiniz. Çünki olduğundan artıq çoxdur. Hər hansı bir dəyişmə olmur. Deyilişlə yazılış eynidir. Səs, belə deyək, uzanması da olmur, səs düşümü də olmur, səs artımı da olmur. Necə yazırıqsa, o şəkildə də tələffüz edirik. Necə yadımızda saxlayaq? Yadda saxlamağın ən rahat yolu, siz ilk əvvəl dediyim 3 qaydanı yaxşıca öyrənəndən sonra yerdə qalan sözlər dəyişməyəcək. Tutaq ki, yazıram bura səadət, yazıram müəllim, müasir, real, müəllif. Fikir verin, hansılarda demişdim səs artımı olur? İ olan birləşmələrdə səs artımı olur. Bunların hər hansısa birində i, birləşmələrin hər hansısa birində i yoxdur. İkinci demişdim ki, mürəkkəb söz olanda
Səsin biri düşür. Burada da hər hansı bir mürəkkəb söz yoxdur. Üçüncü olaraq demişdim ki, uzananlar var. Həmin uzanmalarda 5 söz idi. Şücaət, riayət, qiraət, bəraət, qənaət. Bu sözlərdə istisna söz kimi yadınızda saxlaya bilərsiniz. Həmin sözlərdə uzanma var. Yerdə qalanlarda hər hansı bir uzanma yoxdur. Baxın, səadət elə səadət olur. Səadət. Dəyişmə yoxdur. Yəni, nə uzanma yoxdur, nə də səs düşümü. Müəllim həmçinin. Necə yazıramsa, o şəkildə də tələffüz edirəm. Deməli, müxtəlif cinsli qoşa sahibli sözlərlə bağlı neçə qaydamız oldu? 4 qaydamız oldu. Birinci qaydamızda hər hansı bir dəyişmə, daha doğrusu səs artımı olur. İkinci qaydamızda səs düşümü. Üçüncü qayda səs artımı olanlar. Dördüncü qaydamızda heç bir dəyişiklik olmur. Eyni cinsli qoşa sahibli sözlərlə də bağlı bir qaydamız var. Həmin qaydada saitin biri düşür, digəri uzun tələffüz olunur. Təbii ki, bunların da hər birində istisna məqamlar var. İstisna dediyim kimi qaydalarımıza təsir etmir. Bugünlük bu qədər əziz abituriyentlər. Ümid edirəm ki, sizin üçün faydalı oldu bu izah. Videoların davamlı olması üçün kanala abunə olursunuz. Videonu bəyənib paylaşmağı unutmursunuz ki, belə videolarınız davamlı olsun. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Hələlik.